Nasıl çıkıyor? Damın yaralarını temizleyip gözü ortam bir de yüzün elleri ama yüzü vurma ya. Ne ya? Burası koku. İçme. Əməlli başlı. Bilmem içme ya. Gözüm yandı ya. Adım Rəşaddır. Badım quş kimi içmək. Bakıda yaşamışam, Balaxanada yaşayıram. Burada bir dənə neft var, buruqlar var. Başqa Balaxana belə yerdir. Bir defa dayım bırakmıştı. Ne bileyim ya. Bir de çıkmıştı da. Öyle de bulurdu. O yanlara gedə bilər. Kuş bir seninle görsen, yakıta görsenirdi. Bir dənə də Balaxanlılar quş saxlayandılar. Quş uzaq vururdu, mən də orada onun yanında qalırdım. Göyərçin saxlamaq bu o deməkdir ki, sənin nə qədər göyərçinlərin var və onlar necə də gözəldir. Siz öz göyərçinlərinizi səmaya uçurdarkən başqa göyərçinləri gətirib dəstənizə artıra bilərsiniz. Göyərçin saxlamaq çox çətindir. Əgər mən yaxşı quşbaz olmaq istəyirəmsə, mənə ən yaxşı əlim lazımdır. Hafiz. Ha. Nə? Sən burada Balaxanda ən yaxşı quş saxlayan kimdir? Necə, en qəşəng, Ha, quş saxlayan. en qəşəng kuş saxlayan. Bilirsən nə var? En qəşəng kuş bilirsən kimdədir? Kimdə? Bir Rahim əmcə. Allah. Allah haqqı. Qəşəng quş var. Sən burada bilmirsən də, onun bir sənə qəşəng kuş daha var. O kimi kuş saxlayan yoxdur hələ bu məhəllədə. Ola da bilməz. Ona kuş düşür. Yaxşı quş. Yaxşı da Kuşlar bilirsən nə gözəl qəşəngdir. Qırmızı, qara, cürə-bəcürünə. Göydə inanırsan nöqtə görsən quşu. Axırda qoyudur gəlir həyətlərinə. Ha. Bir günə 2-3 dənə quş tutur. Prosta elə bir evdə yox idi, işə zədə gedirdik də. Amma son quş biraz nə bilim, tuta bilmir yaxşı quşlar. Ən qəşəng quş saxlayan. Rahim əmcə. Bu mənə atamı xatırladır. Hər şey yadımdadır. O göyərçinləri sevirdi. O yaşında darıxmısan? Ha? Ha? Öylədir. Böyle darıxmamısan? Ata. Ha, darıxmışam. Sən darıxmısan? Hı. Az oyna. Az oyna. Atamın rəhmətə getməsi belə. Bu. Təzyiqdən, davlennisindən. Atam belə yadıma salanda evdə uzanmışam, orada evdə uzananda atam yadıma düşür belə, yatanda. Bir gün o mənə dedi ki, xüsusilə göyərçinlərə yaxşı davran. Çünki onlar öz qanatları ilə insanların ruhlarını səmaya aparırlar. Mən Rahimi yaxından görmüşdüm. Ancaq onunla heç vaxt danışmamışam. O çox sərt görsənir. Mən inanmıram ki, əvvəl onun şagirdi olub.
Geldi. Salam, siz Rahim dayısınız? Sağ ol. Eşitdiyimə görə də uşaqlar deyiblər ki, siz yaxşı quş saxlayansınız. Mən quşlardan da yaxşı başıma çıxır. Dedilər onun yanına get. Mən quş öyrənmək istəyirəm. Mənə quşları başa sala bilərsiniz. Başa salmağını başa salaram. İndi axı vaxtım yoxdur. Biraz heç olmasa. 5 dəqiqə də, 10 dəqiqə başa sala bilərsiniz. 10 dəqiqə ilə düzələn deyil. Bunu gərək 1 sutka, 2 sutka, 10 sutka, 1 ay vaxt lazımdır. Elə belə bunu öyrənməklə deyil axı. 15 dəqiqə məsələsi. Bir dənə quşun sözlərindən məsələn, bir dənə quşun. Mən işə gedəcəyəm. İndi işə gedəcəyəm mən. Heç olmasa biraz məsəl üçün öyrənə bilərsiniz. Söylədim. Bəs məktəbə zah getmirsən sən? Məktəbə gedirəm, əlbəttə məktəb. Bir dənə quşun növünü. Onda indi mən işə gedirəm. Aha. Yaxşı. Sabah gələrsən, sabah. Aha. Sabah günorta gələrsən. Günorta. Hə, öyrədərəm səni. Beləncə vaxtım yoxdur deyəməm. Çox sağ olun abi. Hə, yaxşı. Sağ ol. Sağ ol. Sağ ol. Ne güzeldi, lezzet oldu. Bazı dişlər. Böyle öğretmek lazım. Görürsən necə öğrendim bana? Yoksa o zarafet değil, böyle öğrenmişim. Bilmirlər sizin. Qəşəng öyrəniblər. Nəsən? Sən əlini tut belə. Tut. Başda da oturanda görərsin ruzu gəlir. Oh. Ha. Ruzu bərəkət gəlir görərsin. Buna bax, başında otur. Bu ən gözəli bura gəldi. Mən ən yaxşı quşbaz olacağam. Atam mənimlə fəxr edərdi. Ay, bu var ha. Atamın rəhməli getdiyim baxın. Ceyda, Allah rəhmət etsin. Anam getdilər bunu gəldi, sallasaydılar, gəlmədi. Az yemək yəni. Rəşad, dünən eşitmişəm ki, getmişsən, quşlara baxmısan, quşlara gəlib. Sənin həvəsin var da bu quşlara? Elə həvəsin bir sənasıları var, o lap yaxşı, belə lap yaxşı. Bilirəm ki, sənin həvəsin var. Yəni ki, mən demirəm, quş saxlamaq pisdir, ya elədir, yox. Əsas mənə dərsin lazımdır sənin.
Mənə o deyirdi ki, dərsi verəyəsən. İstəyirsən uçurdasan, cəhdləşdirəsən də, özün üçün öyrədəsən. Yola, uçurtduğun da klişeyə, ha? Oy! Bax, dən atırsan, dən. Aha, bildim. Quşu bura salmaq necə olur? Quşxanaya. Aha, yuvasını. Məndə elə necədir? Gəlirəm buraya, baba, gəldim ha buraya. Bax. Oy! Su. Nerede düştüler? Görürsən? Onu hər adam ona eləyə bilməz, heç vaxt eləyə bilməz. O vaxt mən uşaq olanda deyirdim ki, ayata, mənə də öyrət, mənə də öyrət. Göyərçin gəlirdi, göydən düşürdü, başqa göyərçində. Tuturdu onu əli ilə. Mən də uşağam axı. Baxırdım, bu neçə tutur onu. Bizdən belə şeylər. Hamısı səpələnir axı, babələnçi. Çizoyu getirirsən belə. Bax, bildin? Gəldi, bir dənəsi düşdü, bir dənəsi düşdü. Bayaq, səni necə başa çaldın? Bax, dəndir, bax, dəndir məsəl üçün. Bunu bax, belə atsın, belə, belə. Belə necə tuta bilərsən sən onu? Heç vaxt. Ancaq bax, indi bax. Bax, belə atsın. Gördün, hamısı yığışdı. Bax, bir dənə götürdün onu. Gördün? Hə, indi bir dənə götür, baxım, götürə bilərsən. Gəl, buğdanı. Tut, bunu tuta bilərsən. Necə tutarsın? Ay, soğuk, tutdun ha. Mən də atamdan öyrənmişəm də. Atam da babamdan öyrənib. Hə, onlar hamısı quşbazdılar. Hoppa. Gördüm. Bir an önüne bakalım. Rahim əmigilə getdim. Quşu deməli əlimə dən tökdüm. Quş gəldi, oturdu əlimdə. Allah haqqı quraraq quş yedi əlinə. Rahim əmin əlinə gəldi, sonra mənim də əlimə gəldi. Quş əlimdə dən yedi. Sonra bir sənə yer getdi, xam tutmağı. Rahim əmin o belə şeydən tutmaq. Əlimdə dəni atdım, bütün quşlar yığışdı. Rəski belə elədim, xamı tutdum. Allah haqqı. Rahim dayı bunlar hamısını danışdı, quş əlimdə gəldi, oturdu, dən yedi, mən quşu tutdum. İndi onu quş havasına düşürsən, ürəyimiz quş istəyir. Şəkillərə baxıram, gəl. Nəyə baxırsan? Şəkillərə baxıram. Bu ata deyil, o şeydir. Ataya oxuyursan bala. Ata qəşəngdir, mənim bala. Dəcəl edəcək. Sən biraz oxuyursan onun dəcəllığını. Burada bu. Bəs ata üçün darıxanda var ha, nə eləyirsən ki, darıxmayasan? Şəkili öpürəm. Mənə oturur, televizə baxıram. O mənim gözümün qabağına gəlir, ürəyim onunla danışır. Yatan yerdə onun şəkili qoymuşam, başımın altında onun köyünə gini yatıram. Yuxuda görürəm onu.
Ata quş sevəridir. Hər heyvan xoşlayırdı. Mənim neçə dənə quşumuz var, təzə quş? Təzə o günləri bir dənə tutdum sən gedəndən sonra. O hasta? Ha, bir dənəsi gəldi, tutdum onu. Bir dənə artırdı. Necə quşdur? Qəşəng quşdur. Axşam tutdum qaranlıqda. Ha, çox gözəl quşdur. O günləri gəlmişdim. Gördüm ha, görən kimi elə bir götürürsən. Ancaq burada bir dənə şey var da, onu o gün demədim sənə. Yəni təzə göyərçin gətirdin, təzə göyərçin gətirdin. Gətirən kimi uçurduma yenə onu. Qayçını götürürsən, qənətləri yoxdur, belə gəlir ha. Çox qənət. Görürsən, məndəkilər çox qənət idi ya. Onu gətirsən, onları kesirsən. Mən o quşların qanatlarını kəsirlər ha. Ona kobud kimi baxıram. Bilsin, o quş azad olmalıdır, uçmalıdır. İndi onun qanatlarını kəsirsə, o ürəyi baxım, yazığım gəlir elə quşa. Yox, bilsən necədir? Sən əgər onun qanatını kəsməsən, o səndə qalmayacaq. Çıxardandan sonra, 15 gündən sonra özündə öz təzə qənətlər gəlir ona. Onda öyrəşir sənə, həyətüvə. Başa düşürsən mən necə? Neynədin bugün Rəşad? Hara getdin, neynədin? Qayın dayılar. Getdim. Qayın dayı deyir ki, quşların qanatlarını kəsmək lazımdır. Niyə? Qəribədir, niyə? Hər bir quşlar belə eləyir, quşların qanatlarını kəsmək lazımdır. Yaxşı, belə xoyalım. Yaxşı. Yat yenə. Ata, sən niyə göyərçin saxlamamısan? Sən ki, göyərçinləri çox sevirdin. Deyəsən, onu başa düşməyə başlayıram. Günləşirəm bayaqda, 2 günləsə güldü də. Quş saxlamaq, məsələcə, istəmirəm, ürəyimizə gəlmir. Niyə ki? Yatırlar. Çünki inşallah, o quş ancaq oturur kletkanın içində, hə? Və ona yazığım gəlir. Yəni, quşa da yazığım gəlir, o uçmayacaq, mən çoxu... Quşlara elə yazığım gəlir, o quşların qanatlarını kəsirlər, ha. Mən ona bir çobudluq kimi baxıram, O kuşlar qanatlarını kəsir ki, kuş uçmaz. Kuş ayıtı öyle. Sonra da kuş tezdən gəlir. Yox, hayır, bir sən başa Sən də düş. tırnağı qanat üçün kəsirsən, ha. O yeni təsəsi gəlməyir. Yox, hayır, nə olsun ki, nə olsun? Saxlasam mən elə şey eləmərəm.
istəyir, uçsun quş getsin, amma elə şey demərəm. Bir şeyi tutub saxlamaq yaxşı bir şey deyil. Sevdiyin bir şeyi boş buraxmaq lazımdır. Əgər bunu edə bilsəniz, o həmişə sizdə olacaq.